Bismillahirrahmanirrahim. Bir daha salamlayıram və söhbətimizi başlayaq ki, biraz da gec oldu. Eyb yox. Deməli, bizim mövzumuz İslam fəlsəfəsində m, Farabi şəxsiyyətini danışdıq və məntiq, Farabinin məntiqinə, ümumiyyətlə İslam fəlsəfəsində məntiqə deməzdim, Farabidə məntiq. Çünki Farabiyə xas deyil də İslam fəlsəfəsində məntiq sadəcə Farabi e, görüşündəki söhbət eləyirik və sonra da mən yenə də Farabi görüşündə olan məntiq, epistemologiya və nəfs və ruh anlayışına toxunmaq istəyirəm inşallah. Ona görə hələlik Farabidə məhdudlandırırıq mövzumuzu. Ona görə məntiq ümumiyyətlə mövzusunda biz qeyd elədik ki, məntiq həm epistemologiyadan ayrı bir şey deyil də, eynilik də təşkil etməsə də yaxındır. Yəni sərhədləri həddindən artıq yaxındır. Dedik ki, metafizika, fəlsəfə həqiqətdən danışır, məntiq, semantika və mənadan bəhs eləyir və epistemologiya isə bu mənanın həmən o həqiqətə uyğun olub-olmamasından söhbət edir. Və məntiq ümumiyyətlə çox maraqlıdır ki, Farabinin bir cümləsi var, elmlərin təsnifatında çox maraqlıdır və Farabi qeyd edir ki, əgər insan məntiqi bilməsə, ya tamamilə bədbin olacaq, ya da tamamilə xoşbin olacaq. Bu çox dəyərli cümlədir, çox dəyərli cümlədir. Yəni insanlar ya tam xoşbindilər, ya tam bədbindilər, ya da bədbin olan yerdə bədbin, xoşbin olan yerdə xoşbin. İnsan əgər məntiqi bilməsə, ya tamamilə bədbindir, hər ikisi bədbindir. Çünki məntiqlə ayırd seçim eləyə bilmir də, səhvi, düzdən, ona görə hamıya bədbindir, elə bir uçdan. Ya da tamamilə xoşbindir, hamıya xoşbindir, hətta pisə də xoşbindir. Çünki məntiqlə ayırd eləyə bilmir. Məntiqdir ki, səhvi düzdən ayırır və səhvi düzdən ayırdıqda biz bilirik ki, harda biz bədbin olmalıyıq, harda pisə pis, yaxşıya yaxşı da, harda bədbin olmalıyıq və hardasa da xoşbin olmalıyıq. Bəs deməli, bu ümumiyyətlə məntiq məsələsində və qeyd elədim ki, gəlin belə danışaq, vaxtdan da istifadə eləyək. Keçən dəfə də, yəni mən demək olar ki, ciddi bir mövzuya işarə elədim. O da məna və forma, belə deyək, məna, forma, vücud və yoxluq, zahir və batin və belə, kəlmə və məna, məzmun və forma. Bu münasibətdə mən söhbət elədim ki, önəmlidir, ciddidir. Bilmirəm nə qədər bu məsələnin ciddiliyinə siz vara bildiniz. Amma elə bilirəm ki, çox ciddi mövzu, bir daha dəyər adam ona qayıdıb baxsın. Çünki bizim baxış tərzimizi tənzimləyir ki, biz hardan baxmalıyıq. Yəni biz mənadan, məzmundan formaya gedirik, yoxsa formadan, kəlmədən və bunu keçən dəfə danışdıq. Ümumiyyətlə məntiq məsələsində görürsünüz də Farabi məntiqi nə qədər önəmli hesab edir. Nəyə görə? Çünki birbaşa olaraq bizim biliyimizlə əlaqədardır. Yəni biz nəyi bilməliyik və necə bilməliyik? Nəyi bilməliyik və necə bilməliyik? Bu iki dənə məsələ çox-çox önəmlidir. Nəyi bilməliyik və necə bilməliyik? Necə bilməliyik? Məntiqin işidir. Nəyi bilməliyik? Epistemologiyanın işidir. Həmən epistemologiya bildikdə, yəni biliyin dəyəri, biliyin həqiqətə uyğun olub olmaması epistemologiyadır. Epistemologiyada yəni biz bilirik ki, bizim bilgimiz öz necə deyərlər, obyekti ilə, həqiqəti ilə, xarici həqiqətlə uzlaşır. Uzlaşır. Epistemologiya bilgi ilə həqiqəti uzlaşdırır. Ona görə nəyi bilməliyik və necə bilməliyik? Bu iki dənə məsələ məntiqdə
çox önəmlidir. Buna görə biz Aristotelə baxanda, Aristotel məntiqi 6 hissədən ibarət bilirdi, dostlar. 6 hissədən ibarət bilirdi. Elə bilmirəm bunu Aristotel söhbətlərində sizinlə danışmışam yoxsa yox. Amma Farabi məntiqi 8 və ya 9 hissədən ibarət bilir mi deyəcəm? 9 hissədən ibarət bilir. Yəni mən bir baxış keçirdirəm. Təbii ki, biz məntiq haqqında heç o qədər də vaxtımız da yoxdur. Yəni məntiq haqqında söhbət edək. Amma hər halda təsəvvür yaransın da bizdə, məntiqə olan təsəvvür yaransın. Aristoteldə məntiq 6 hissədən ibarətdir. Kateqoriyalar, cümlə haqqında 1 kateqoriyalar, 2 cümlə haqqında, 3 birinci analitika, 4 ikinci analitika, 5 cədəl və topika, 6 sofistika. Bu 6 dana məntiqin hissələri idi. İndi qısa deyəcəm nə deməkdir ya, bunlar qısa da olsa işarə edəcəm. Farabiyə gələndə isə Farabi də 3 dənə digər bölmələr də artırılır. Biri əvvələ giriş olaraq məntiqə əlavə olunur. Küllilər, ümumilər haqqında anlayış, bu girişdir, ümumilər haqqında anlayış. Və axırdan da 2 dənə poetika və ritorika artırılır. Oldu 9 dənə, düzdür. Ümumilər haqqında anlayış, külliyyat mövzusudur, külliyyat. Çox önəmli məsələlərdən biridir, neysə. Və dalıcan bu 6 dana sadaladığım mövzular, kateqoriyalar. Baxın, bir dənə mən qısa sizə bir baxış keçirdək, qısa baxış keçirdək. Fikir verin, məsələ nədən ibarətdir? Deməli, biz ümumilər, yəni məntiq ki, dedikdə məntiq məna haqqında söhbət edir. Məntiqin mövzusu bizi yanlışdan xilas etməkdir, səhvdən xilas etməkdir. Mən səhvdən xilas olmaq üçün ən birinci girişdə ümumilər haqqında mənə anlayış verir ki, bu həmən ilk söhbətimizdə qeyd eləmişdim də, kəlmələrin mənasına olan münasibəti, mənaların bir-birinə olan münasibəti neysə, bu küllilər haqqında olan münasibətdir. Məsələn, küllilər haqqında olan münasibət nə kimi? Məsələn, orada növdən söhbət gedir, sinifdən söhbət gedir, cinsdən söhbət gedir. Bu, siz tanış olarsınız bu kateqoriyalarla biologiyada tanışsınız, elə bilirəm. Bu kateqoriyalarla sinif, cins, növ və s. və ilaxır. Neysə, yəni ümumiyyətlə külli anlayışı ciddi anlayışdır. Yəni biz külli, yəni hər hansısa bir hissələri toplayıb məcmu etməkdir. Məsələn, deyirəm, Həsən, Hüseyn, Əli, Təqi, Nəqi, bunların hamısını deyirəm, insan, yəni külli, insan bir küllidir. Mən bunu necə anlayıram, necə başa düşürəm. Neysə, bu. Kateqoriyalar məsələsində demək olar ki, bütün aləmə bizim baxış pəncərələrimizdir. Aləmə baxış pəncərələrimizdir kateqoriyalarda. Yəni, mən bütün hər bir şeyi ya bir şey görürəm və yaxud sifət kimi görürəm də. Bunları çox uzatmıram ki, yormayayım sizi. Bunlar yorucu məsələlərdir. Yəni, mən deyirəm, Əli yaxşı insandır. Əli olur substansiya, yaxşı olur atribut, keyfiyyət və yaxud aksidensiya və yaxud gövhər və ərəz. Bu kateqoriyalar bunlardır. Yəni, aləmin bütün hər bir şeyə olan baxış pəncərəsi. Bu kateqoriyalardır. Və sonra cümlə haqqındadır, 3-cü bölmə. Cümlə haqqında ibarələr, ərəblərdə əl-ibarə gedir. İbarələr, cümlə haqqında, cümlələrin quruluşu, cümlələrin bir-birinə olan münasibəti. Bunlar çox ciddi məsələlərdən biridir ki, məntiqdə söhbət olunur.
ki, cümlənin cümləyə olan münasibəti. Mən burada oturmuşam, mən həm də ayaq üstəyəm. Bu münasibət hansı keyfiyyətdir? Ola bilərmi? Mən burada həm oturum, həm də ayaq üstəyəm. Buna deyirlər, məsələn, üçüncü qanunun istisnası, ziddiyyət, məsələn. Ziddiyyət, düzdür. Bu cümlələrin münasibəti, burada söhbət olunur ki, cümlələrin münasibəti necədir? Cümlələrin münasibəti ziddiyyətdir, eynilikdir, oxşarlıqdır və s. Və ondan sonra daha ciddi mövzulardan biri cümlələrdən sonra birinci analitikadır. Birinci analitika o həmən sillogiyadır, yəni dəlilləndirmə, argumentasiya, dəlilləndirmə, sillogiya. Bu çox ciddi məsələlərdən biridir. Ki, baxın, sillogiyada biz necə hər hansısa bir fikrimizi necə əsaslandıra bilərik? Əsaslandırmaq. Fikrimi mən necə əsaslandıra bilərəm? Bunlar daha əsaslı məsələlərdir. Biraz əvvəllər onlar giriş məsələlərdir. Amma bu çox ciddi mövzulardan biridir ki, mən məsələn sillogiyada qiyas deyilir ona. Ərəb dilində qiyas, yəni dəlilləndirmə və yaxud əsaslandırma. Ki, mən müəyyən fikrimi necə əsaslandıra bilərəm? Yağış yağır, necə əsaslandırırsan? Aləm həmişə dəyişməkdədir, necə əsaslandırırsan? Aləmi yaradan var, necə əsaslandırırsan? Düzdür, bu demək olar ki, məntiqin bu bölməsində söhbət olunur. Ki, bu bölmə, birinci analitika formadan ibarətdir. Forma. İkinci analitika isə məzmundan ibarətdir. Çox xahiş edirəm, bir dənə diqqətli olaq. Demişdik axı, bir forma var, bir məzmun var. Forma, yəni mənim gördüyüm riyazi, həndəsi, üslub və qanunlar. Məzmun isə o formanın içində olan həmən məzmun və məna. Misal çəkəcəm, biləcəksiniz. Bu formadır. A, B-dir. B, C-dir. İndi A, B-dirsə, B, C-dirsə, deməli A, C-dir də. Düzdür? Siz bilmirəm, orada qələm kağızınız varsa, yaza bilirsə, yazın. Yazın A, B-dir. Sonra yazın B, C-dir. Nəticə nə olacaq? Deməli, A, C-dir də, deməli. Düzdür? Çünki bu iki dənə B aradan çıxır, qalır A, C. A, C-dir. Buna deyirlər forma. Bu birinci analitikadır. Bu birinci analitikadır. Ona deyirlər qiyas, buna deyirlər. Bilmirəm, məntiqlə məşğul olmuşsunuz. Burada məntiqlə məşğul olanlar var, yoxsa yox. Ona görə mən hələlik bunu nəzərə alıram ki, məntiqlə, çünki yormaq istəmirəm. Elə hesab edirəm ki, məşğul olmamışsınız məsələn məntiqlə. Ona görə çox sadə bir formada qeyd edirəm. Fikir verin, bu önəmli məsələdir. Yəni, mən deyəndə ki, A, B-dir, B, C-dir. Burada hər hansı bir şey deməmişəm ki. İndi mən A, B-dir, B, C-dir, A, C-ni nə iləsə doldururam. Düzdür? Nə iləsə deyirəm ki, məsələn, insan ağıllıdır. İnsan ağıllıdır. Hər ağıllı inkişaf edəndir. Deməli, insan inkişaf edəndir. Gördünüz, mən AB-ni necə doldurdum? Bu doldurduğum bu müəyyən propozisiyalara, cümlələrə, buna deyirlər məzmun. Deməli, hər bir əsasın, hər bir argumentasiyanın bir forması var. Bir də məzmunu var. Forma məntiqin işidir. Məzmun isə epistemologiyanın işidir. Çox diqqətli olaq. Bir daha məntiq və epistemologiyanı bir də ayırdıq. Yəni, formanın hansı keyfiyyətdə mən formamı düzəltməliyəm? Mənim formam necə olmalıdır ki, mən düz nəticə ala bilim? Baxın, A, B-dir, B, C-dir, A, C-dir. Ola bilər mən deyim ki, C, A-dır, A, D-dir, D, B-dir. Belə şey olar?
Yox, olmaz ki, elə hər necə mən istəyirəm forma qura bilmərəm. Mən 4 cür ancaq forma qura bilərəm məntiqdə. Məntiqdə bizim 4 cür formamız var. Ona deyirlər 4 dənə forma. Hə? Ki o ancaq və ancaq 4 forma ilə mən hərəkət edirəm. 4 formadan qıraq, bütün formalar yanlışdır. Bunlar köməkdir ya. Yəni sizə hər hansısa bir iddia, hər hansısa bir söz sizə deyilsə, sala bilərsiniz bu 4 formanın içinə. 4 forma düz gəlirsə deməli düzdür. İndi mən istəmirəm o 4 forma haqqında sizinlə danışım. Sizinlə qısa şəkildə deyirəm. Bu formalar bundan ibarətdir. A, B-dir, B, C-dir, A, C-dir. O bir formadır. Bir formadır budur. A, B-dir, C, B-dir, A, C-dir. Bu da bir formadır. Bir formada budur. B, A'dır, B, C'dir, A, C'dir. Bir formada tam əksinə. Bilirəm ki, sizi yoruram belə. Neysə. 4 dənə formanı, yəni sizə konkret dedim ki, o dördüncü birincinin əksidir, yəni. Amma hər halda indi ehtiyac yoxdur. Bunlardan xahiş edirəm fikrinizi qarşılamayın. Mən sadəcə sizə demək istəyirəm ki, baxın, məntiq, ona görə məntiqə, Aristotel məntiqinə deyirlər formal məntiq. Formal məntiq. Formal məntiq, yəni formanın hansı keyfiyyəti düzülüşünü bizə deyir. Necə düşünməliyəm? Amma epistemologiya nəyi düşünməliyəm? Nəyi məzmundur? Məzmun. Bir də sizə gəlin belə də biraz yorğunluğumuzu çıxardıq. Gəlin belə bir misal. Bir də misal deyim, hə, belə məşq eləyək. Məsələn, mən deyirəm ki, misal olaraq, qoy görün burada nə misallar var. Məsələn, deyirəm ki, Sokrat insandır. Sokrat insandır. İnsan da zülmkardır. Deməli, Sokrat zülmkardır. Düzdür, yoxsa səhvdir bu? Ha? Görüm ki, reaksiya gəlir. Yoxsa ki, hamı yorğunluqdan deyəsən deyil. Ümumiyyətlə, əlini çəkib məsələdə. Sokrat insandır. İnsan zülmkardır, Sokrat zülmkardır. Səhvdir. Deyir. Yəni, xeyr, yəni səhvdir də düz deyil, hə? Aha. Aha, 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 aha. Aha, Ramiz qardaş, əsən məzmun düz deyil burada. Məzmun düz deyil. Yoxsa forma düzdür ya. Forma düzdür ya, dostlar. Forma düzdür. Sokrat insan A, B. Forması da bax. Sokrat A. İnsandır B. İnsan B, zülmkar C. A, B, B, C, A, C. Forma düzdür. Amma məzmun düz deyil. Məzmun düz deyil. Bunlar çox önəmli məsələlərdir. Bunlar çox önəmli məsələlərdir. Məzmun, diqqətli olmalıyıq ümumiyyətlə. Bizə bir çox hallarda məzmunla aldadırlar bizi. Məzmunla. Səhv məzmun. Düz formanı verir, düz formanı verir. Amma məzmun səhvdir. Məzmun səhvdir deyənə ona görə biz aldanırıq. Yəni forması düzdür. Sokrat insan zülmkardır. Sokrat zülmkardır. Diqqətli olmalıyıq ki, məzmun səhvdir və məzmunun səhv olmasına fikir verməlisən ki, xeyr, insan zülmkardır. Hər insan zülmkar deyil. Bəzi insanlar zülmkardır. Ola bilər bu Sokrat o zülmkar insanlardan olmasın. Ha? Ola bilər Sokrat o zülmkar insanlardan olmasın. Adil insanlardan olsun. Bu nə? Məzmundur xeyr, insan zülmkar deyil. Bəzi insanlar zülmkardır. Sən ümumi şəkildə deyənməzsən insan zülmkardır.
Diqqətlisiniz dostlar, necədir məsələ? Yəni bir çox bizim həyat tərzimizdə bəzən biri digərimizi bir iddianın üzərində israrlı təəssübkeşlik hardan yaranır? Səhv məzmunlardan, səhv məzmunlardan. Yəni yersiz cümlələri yersiz şəkildə ümumiləşdirmə. Sən hər şeyi ümumiləşdirə bilməzsən. Hər şeyi ümumiləşdirə bilməzsən. Çünki xoşuna gəlir, ümumiləşdirirsən. Hamı belə eləməlidir. Çünki xoşuna gəlmir, tamamilə inkar edirsən. Heç kim belə etməməlidir. Səhv məzmundur. Ona görə indi bu psixoloji tərəflərinə keçid almıram. Amma demək istəyirəm ki, nə qədər bu psixoloji zəmində təsir bağışlayır ki, bəzən bizim özümüzü sevməyimiz səhv məzmun yaradır. Hamını özün kimi eləmək istəyirsən. Baxın, budur. Məzmun ona görə forma cəhətindən düzdür. Bir dənə də misal deyirəm, görün bu misal necədir. Sokrat insandır. Sokrat alimdir. İnsan alimdir. Deyirəm, Sokrat insandır. Düzdür. Sonra Sokrat da alimdir. İnsan alimdir. Düzdür bu. Sokrat insandır. Sokrat həm də alimdir və insan da alimdir. Düzdür bu, yoxsa yox? Düz deyil. Bu niyə görə düz deyil? Yox, bəli. Yəni düz deyil, əhsən. Siz nəticəndir, düzdür. Yəni düz deyil, amma səhv hardadır? Səhvin hardadır bunun? Düzdür, hər insan alim deyil. Amma məsələ bundan ibarətdir ki, diqqətli olun, məsələ bundan ibarətdir ki, məzmun düppədüzdür ya. Məzmunlar düzdür. Sokrat insandır yoxsa yox? Bəli. Sokrat insandır. Sokrat alimdir, bəli alimdir. Məzmun tamamilə düzdür. Amma nəticə düz deyil, insan alimdir. İnsan alimdir, səhvdir. Hər insan alim deyil ki. Problem nədədir? Ramiz qardaşın dediyi kimi. Burada problem formadadır. Forma düz deyil. Forma düz deyil. Yəni bu forma demək olar ki, bəyək dediyimdə 4 formadan üçüncü formadır. Üçüncü formadır. Ki mütləq və mütləq bu formada üçüncü formanın bir cümləsi ümumi olmalıydı. Halbuki hər ikisi burada xüsusidir. Sokrat. Gərək birində insan olaydı. Ümumi şəkildə. İnsan məsələn alimdir. Misal çəkirəm. Və bir də nəticə, üçüncü formanın nəticəsi həmişə cüzidir, ümumi ola bilməz. Deməli, bəzi insanlar alimdir. Hər insan alim deyil. Misal çək, bunlar misaldır yəni. Yəni hər halda dayanmayım çox burada. Mən bunu çatdırım. O misalı çəkməkdən məqsədim budur ki, baxın, biz bir cümlə işlədirik, hər hansı bir fikir deyirik və onu əsaslandırırıq. Əsaslandırmada həm formanı nəzərə almalısan, həm də məzmunu nəzərə almalısan. Formanı nəzərə almaq məntiqin işidir. Məzmunu nəzərə almaq epistemologiyanın, mərifətşünaslıq və yaxud bilik haqqında olan elmin işidir ki, hər iki sahədə bunlar bizi səhvdən qoruyur. Bəs deməli, buna nə deyirlər? Bunun adı birinci analitika, əsaslandırma və ikinci analitika isə həmən epistemologiya, məntiqdəki epistemologiya həmən ikinci analitikadır. İkinci analitika. Ki ona ərəb dilində biz deyirik börhan, sübut. Ona deyirik sübut, börhan. Ki məzmundur, bizə məzmunu verir. Məzmunlar ümumiyyətlə
ümumiyyətlə məzmunlar 5 cürdür məntiqdə. Sübutdur, cədəldir, sofistikadır, ritorikadır və poetikadır. Vaxt yoxdur da, mən bunları tam sizə izah verə bilmirəm, yəni uzatmaq da istəmirəm. Amma ümumiyyətlə çox xahiş edirəm ki, nəzərə alaq. Ancaq və ancaq bu 5 dənə fən, buna 5 fən deyirlər. Sübut, cədəl, topika, sonra sofistika, aldatma və ritorika və poetika. Ritorika yəni xütbə, xitabə, xətiblik, danışma qabiliyyəti. Poetika da şeirdir, şeir. Bunlar bu 5 dənədən ancaq və ancaq birində dəqiq və qəti elm var. O da börhandan ibarətdir, sübutdan ibarətdir. Ancaq birində. Onlardan qalan bizə qəti elm vermir. Qurana bir də müraciət edək. Quran. Deyir ki, ud'u ila səbili rabbikə. Baxın, Rə'd surəsidir, səhv eləmirəmsə. Ud'u ila səbili rabbikə bil hikməti vəl mev'izətil həsənə və cadilhum billəti hiyə əhsən. Çox möhtəşəmdir bu ayə. Ayədə deyir ki, insanlarla 3 cür danışıram. Danışanda diqqətli ol. 3 formada danışa bilərsən. Və ud'u ila səbili rabbikə bil hikmətlə, mübahisə ilə, cədəl, bil hikməti vəl mev'izətil həsənə və mev'izə ilə, xitab ilə, vəzlə, nəsihətlə. Ya hikmətlə danış, ya nəsihətlə, ya mübahisə ilə. Və cadilhum, mübahisə et insanlarla, amma yaxşı mənada mübahisə elə. Dava qırğına çıxma, mübarizəyə səbəb olmasın, fikir mübadiləsinə səbəb olsun. Çox möhtəşəmdir. Bu həmən məzmundan söhbət edir Quran. Quran deyir ki, fikirlərinizin məzmununu 3 cür bulun ki, əlbəttə məntiqdə 5-dən söhbət edir, onda səbəbi var Quranlara görə. 3 dənə mən indi. Çünki o 2 dənə sofistika ki, aldatma, mən necə başqasını cümlələrlə anladım. Quran ümumiyyətlə onu, çünki heç qəbullanmır deyənə adını çəkməyib. Bir də şeirdir, şeiri də Quran qəbul eləmir. Ona görə nə şeir və nə sofistika, biz bunlarla heç vaxtı söhbət eləyə bilmərik, insanları düz yola çəkə bilmərik. Diqqətli olun, çox xahiş edirəm, xüsusilə şeiriyyat. Şeir bizim emosiyalarımızın məhsuludur. Emosiyaların məhsulu müvəqqəti olur, daimi deyil. Çox az müddətdə bizi aram eləyir, amma uzun müddətli deyil. Az müddətdə bizi sakitləşdirir, amma daimi heç vaxt bizi sakitləşdirə bilməz. Ona görə şeiriyyat bizi aldatmasın. Şeiriyyat yaxşı şeydir, pis deyil. Amma şeiriyyatla Nəhl surəsi. Bəli, dəyanət qardaş. Nəhl surəsi 125-ci ayə düzdür. Ona görə çox ciddi alaq. Mən məntiq dərslərində də qeyd eləmişəm bu məsələni ki, ümumiyyətlə şeiriyyat həqiqət və yalanın sərhəddidir. O biraz ola bilsin şairlərə ağır gəlsin. Amma mən hər halda çox bəyənirəm, həm şairləri, həm şeiriyyatı bəyənirəm. Amma bir həqiqət də var da, yəni şeiriyyat ancaq bizə ləzzət eləyə bilər. Amma həqiqət deyil, heç vaxt şeiriyyat həqiqətə yol aça bilməz. Neysə, ona görə fikir verin. Amma ümumiyyətlə insanlarla danışma prosesi ya dəlillə danış, hikmətlə, hikmət yəni həqiqəti insanlara dikmə.
Həqiqəti de insanlara. Yox, həqiqəti insanlara deyə bilmirsənsə, nəsihət ver insanlara. İnsanlara nəsihətli, mövizə elə, vəz elə, xitab elə, danış, ritorikadır da bu. Hə? İnsanlarla danışqılan, əgər tamamilə həqiqəti də deyə bilmirsənsə, heç olmasa nəsihət ilə həqiqətə yaxın olsun. Yox, onu da eləyə bilmirsənsə, mübahisə elə yine. Fikrini bölüşdür. Yəni o da qoy fikrini desin. Sən də fikrini deyinən, amma yaxşı mənada, yəni uzatma da deyil. Uzatma, hə təkrar eləmə. Bəziləri var ha, mübahisə eləyəndə. Mübahisə edirlər. Mən fikrimi deyirəm, sən fikrimi deyirsən, təzəmə yenə həmən fikrimi deyir. Yo, mən dediyimdir. Sonra sən də deyirsən, yox, mən dediyimdir. Güya bunlar mübahisə. De, mübahisə olmadı da. Bir dəfə sən fikrimi dedin, bir dəfə o fikrini dedi. Razılaşmadınızsa, tamam, bağlıyorsunuz mübahisəni. Əsas budur, fikirlərimizi bir-birimizə anlatdıq, danışdıq. Budur. Buna deyirlər, Quranın ayəsindən iştirak edir, amma və cadilhum billəti əhsən. Mübahisədə fikrini deyirlər, amma yaxşı yolla. Elə eləməzinlə ki, yox, mən dediyimi mütləq sənə çatdırmalıyam. Bu israr yersizdir. Neysə. Bəs deməli, fikir verin məntiqin üsulları, qanunları, yəni hardasa dərəcəsi, fəsilləri nədən ibarətdir də. Birinci analitika bildikdə, birinci analitika həmən o əsaslandırma, yəni formanı necə mən qurmalıyam. İkinci analitika, mən məzmunu necə qurmalıyam. Və məzmun özü 5 dənə məzmundur. Ki, qeyd elədim, 5 dənə məzmundur. Börhan, cədəl, retorika, poetika və sofistika və bunun üçünü quran bizə göstərir ki, bunun üçü ilə sən söhbət edə bilərsən. İkisi ümumiyyətlə sayılmır, çünki ikisi ümumiyyətlə heç vaxt elm vermir, fikir vermir. Biri şeirdir, şeir heç nə vermir adama, şeir heç nə vermir insana və biri də sofistikadır ki, sofistika ümumiyyətlə aldadır, yəni sənə tam səhv məlumat verir. Yəni bilir ki, məlumat səhvdir. Ona deyirlər sofistlər ki, bunu qabaq danışmışıq, söhbət eləmişik. Amma 3 dənə məzmun önəmli məzmundur. Bax, mən bunları qeyd elədim ki, bunları nəzərə almaq önəmli məsələlərdir. Buna deyirlər 5 dənə sənət, 5 ərəb dilində sənaat, xəms deyirlər buna. Yəni 5 fənn, 5 sənət ki, məntiq elmində bunlar tam xırdalığı ilə açıqlanır, təfsilatı ilə qeyd olunur ki, mən hər hansısa bir əvvəl-axır bilirsiniz nədir nəticə? Əvvəl-axır məntiq və epistemologiyanın vəzifəsi və hədəfi nədən ibarətdir? Biz nədən ibarətdir? Bizə demək istəyir ki, elə bir şey öyrənin ki, o bilginiz dəqiq olsun, əksi mümkün olmasın. Buna deyirlər yəqini elm. Yəqin elm. Bizə yəqin elm vermək istəyir. Məntiq və epistemologiya bizə yəqin, qəti, inkar edilməz elmi öyrədir. Yəni bilginiz gərək elə bir bilgi. Onda sən bilgin əgər inkar edilməz olsa, onda sənin bilgin məntiqə əsaslanır. Amma əgər bilgi inkar edilən olsa ki, mən bir şey deyirəm, bu olmaya da bilər. Deməli, bu dəqiq deyil. Dəqiq elmlərdən məqsədim bu günləri elmlərdə olan dəqiq humanitarın qarşılığı deyil. Dəqiq, yəni yəqini elmlər. Və abud rəbbəkə, Quran nədir? Və abud rəbbəkə hətta yətiyəkəl yəqin. İbadət elə Allaha ta yəqin. Əminlik, qətilik, asudəlik səndə hasıl olsun. Əmin olasan. Bəli. İnsan əgər əmin olsa, onda demək olar ki, bütün məsələlərdə rahat şəkildə yol tapa bilir. Yox, əgər əmin olmasam, deyirsən, bu başqa cürdə ola bilər. Bu əminliyin də özünün yolları var. Mən necə əmin ola bilərəm də, indi bu məntiqin xırdalıqları təfsilatıdır. Bəs deməli, biraz var.
deyəndə ki, mən indi bilmirəm bu mövzuya giriş eləyim yoxsa yox. Mən keçən dəfə yadımdadır ki, keçən söhbətimdə də qeyd elədim, ümumiyyətlə epistemologiyanın 3 dənə əsas qanunu var. Yəni 3 hissədən ibarətdir epistemologiya. Mən biliyim, bir, inanmalıyam o biliyimə. O biliyim düz olmalıdır və bir də əsaslandıra bilməliyəm o bilgimi. Bilgimi əsaslandıra bilməliyəm. İnanmalıyam, düz olmalıdır, əsaslandıra bilməliyəm. Misal çəkirəm, məsəl üçün mən deyirəm ki, mən sizinlə söhbət etməkdən, sizinlə söhbət və dərsimdən sevinirəm, sevinç hissi duyuram. Düzdür? Mən bu cümləmə həm inanıram, həm bu cümləm düzdür, həm də bu cümləmi əsaslandıra bilərəm. Düzdür, əsaslandırıram ki, çünki mən bunu mənəmsə və mən də bunu hiss edirəmsə öz aləmdə və bu hissim məni yanıltmır, yanlış deyil bu hissim. Misaldır məsəl üçün və yaxud da ki, mən həmişə çəkdiyim misal, məsələn, bayırda yağış yağır, mən buna inanıram, düzdür bu və mən buna əsasım var ki, görürəm deyirəm də sizə, görürəm deyirəm. Bax, buna nə deyirlər? Buna deyirlər yəqini elm. Məntiqdə də demək olar ki, bu bölgülər vardır ki, bu bölgülər, yəni sənin bilgin o vaxtı dəqiq və əsaslı bilgidir ki, bu 3 dənə şərt onda olsun. Bunun diqqətli olun, bu 3 dənə şərt olsun ki, inanasan və düz olsun və əsaslı olsun. Bunların biri olmasa dəqiq bilgi sayılmayacaq, qəti bilgi sayılmayacaq. Ona görə nə deyir? Quran nümunəsinə müraciət edək. Bunun hamısına Quran bir cümlə işlədir. Deyir ki, iman kəlməsi. İman nədir? İman. İman məhz inkar edilməz elmin bir başqa bir adıdır iman. Yəni inkar edilməzdir. Mən nəyə iman bəsləyirəm? Filan şey mənim imanım var. İmanım var nə deməkdir? İmanım var. Yəni mən yəqinim var. Yəni mən əminəm buna. İman yəni bu. İman yəni mən buna əminəm. Yəni inanıram, düzdür və əsasım da var. Sadəcə imanda bir digər bir məsələ də var. O da budur ki, tamamilə mənimlə eynilik təşkil edir bu əqidə. Tamamilə eynilik təşkil edir. Ona görə Quran ayələrində baxırsınız nə deyir? Ya eyyuhellezina amenu, aminu, iman gətirənlər, iman gətirin. Cümləni gördün? İndi var, ayıldığında, indi cümləni görürsən ayədə. Ey iman gətirənlər, iman gətirin. O nə deməkdir iman gətirənlər? Birinci iman gətirənlərdə bilginin bütün komponentləri yoxdur. Birinci iman gətirənlərdə ancaq bilgi var. Amma hələ əsas yoxdur. İkinci imanda deyir ki, iman gətirin. Yəni, həm inanın, həm düz olsun inancınız, həm də əsasınız olsun buna. Əsaslandıra biləsiniz. Elə kör-körana. Həm də filan şey məsəl üçün var. Çünki belə deyiblər də, belə eşitmişəm də. Bu ikinci iman deyil. Belə deyiblər, belə eşitmişəm, birinci imandır. Ey iman gətirənlər. Amma ikinci iman nədir? Yox, mən özüm də bu nəticəyə çatmışam. Mən özüm də buna mötəqidəm. Yəni, mən uzlaşdırıram ki, biləsiniz ki, bunlar sıradan məntiqdə məsələlər, sıradan, necə deyərlər, sadə məsələlər deyil. Sadə məsələlər deyil. Bunun üçün, yəni, fikir əhli həqiqətən fikirlərini cilalayıblar, doğrudan da cilalayıblar fikirlərini, doğrudan da rəndəliyiblər. Bu nəticələrə gəlib çatıblar. Aristotellə bu tərəfə və həmçinin Farabidə də görürük bunu. Neysə, mən indi ümumiyyətlə gedişatda, belə deyim də, bəs deməli nə oldu? Bir toparlayaq söhbəti. Bir, məntiqin hissələrindən bugün danışdıqda, məntiqin hissələri və
məntiqdə olan məzmun və forma şaxələri. Dedik, məntiq ümumiyyətlə Aristoteldə 6 hissədən ibarətdir. Məntiqin coğrafiyasına baxdıq. Məntiq 6 hissədən ibarətdir. İslam fəlsəfəsinə gələndə isə məntiq 9 hissədən ibarətdir. Və bu hissələri sizə göstərdim. Və bu hissələrin içində məntiq və epistemologiyanı sizin üçün ayırdım. Birinci analitika məntiqdir, ikinci analitika epistemologiyadır. Çünki birinci analitika formadan söhbət edir ki, necə bilməliyəm. İkinci analitika məzmundan danışır, nəyi bilməliyəm. Şey deyirəm, xülasə həmən şeyləri təkrar edirəm. Nəyi bilməliyəm. Və nəyi bilməliyəm içində sonra, nəyi bilməliyəm? 5 dənə şey bilməlisən. 5 şey bilməlisən. Sübut, yəni inkar edilməz məsələləri bilməlisən. İnkar edilməz. Bunu heç bir vəcdə, heç kim bunu inkar edə bilməz. Sübut, mübahisə, cədəl, yəni cədəl, sofistika, retorika, poetika. Bunları 5 dənə. Bu 5 dənəni sən bilməlisən. Bu 5 dənədən poetika ilə sofistika sıradan çıxır. Bu bilgi sənə bilgi verir. Bu 2 dənə sənə bilgi vermir. 3 dənə sənə bilgi verir. Ayəyə də istinad elədik. Yəni sübut, cədəl və retorika. Bunlar sənə bilgi verə bilərlər. Sadəcə bu 3 dənədən də ancaq biri sənə qəti bilgi verir. O da sübutdan ibarətdir. Külli söhbəti mən xülasələndirdim. Bu 3 dənədən ancaq biri, o da börhan və sübutdan ibarətdir. Börhanla sübut nədir? Dedim, börhanla sübut yəni yəqin. Yəqin nədir? Yəqin yəni bilgi, doğruluq və əsaslandırma. Bu nədir? Bu yəni iman. İman nədir? Yəni sən bir şeyi qətiliklə bilirsən və heç vaxt ondan dönməzsən. Ta əks bir dəlil, arqument olmayana qədər və əgər əks arqument və dəlil olsa, onu təbii ki, qəbul edəcəksən. Yəni, börhan ümumiyyətlə insanı təvazükar edir. Neysə, bu hissələrə, o psixoloji tərəflərinə çıxmayayım. İnsan əgər börhan və sübutla, inkar edilməz məsələlər, məsələn, mən deyirəm ki, misal çəkir amma, məsələn, mən deyirəm ki, hər bir şey, məsələn, mən deyirəm, aləm inkişafdadır. Hər bir inkişafda olan şey yaranmışdır. Deməli, aləm yaranmışdır. Yəni, aləm yaradan ola bilməz. Yaradan çünki inkişaf eləyə bilməz. Yaradan kamilliyin pikidir. O heç vaxt inkişaf eləyə bilməz. Amma inkişaf eləyən şey möhtacdır. Fikir verirsən. Deməli, aləm inkişafdadır. Hər inkişaf eləyən şey yaranmışdır. Deməli, aləm yaranmışdır. Yaranmış möhtacdır. Hər möhtacın səbəbi var. Deməli, yaranmışın səbəbi var. Amma bunlar inkar edilməz məsələlərdir. Bunu sən heç bir vəclə, heç bir yolla inkar edə bilməzsən. Və yaxud mən deyirəm ki, məcmu hissələrindən böyükdür. Bunu kimsə inkar edə bilər? Məcmu hissələrindən böyükdür. Kim deyə bilər ki, buna deyirlər qəti elm. Məcmu hissə, ola bilər mi məcmu olsun hissələrindən kiçik olsun? Bu paradoksdur da, yəni. Və məcmu deyil. Məcmu hissələrindən böyük inkar edilməz elmdir. İnsanda belə bir şeylər var. İnsanda inkar edilməz elmlər var. İnkar edilməz elmlərdir ki, insanı həqiqi elmə. Necə ki, inkar edilməz elm var, inkar edilməz də varlıq var. Necə ki, inkar edilməz elm var, inkar edilməz də varlıq var. Sadəcə biri elm sahəsindədir, biri də varlıqdadır. Yəni, bütün hər bir şey mütləq və mütləq birinci deyilir. Bu barədə yəqin ki, ancaq yazan və bunu danışanlar bilir. Belə bir məsələ yoxdur və mən inanmıram ki, belə bir şey olsun. Çünki heç kəsə sən başına onu bağlama, bunu bağla demək olmaz. Digər tərəfdən də bu konstitusiya hüququmuza zidd bir şeydir. Yəni, heç bir əsası yoxdur. Ona görə bu cür hayküyə səbəb olacaq və həm də ki, yaxşı
Səməd qardaş, biz sizinlə danışırıq, yoxsa başqası mən bilmədim. Bağışlayını açıq qalmışdı şey. Onu Mən də elə bir əksinə mən açdım. özümü hazırlayırdım mübahisəyə, müzakirəyə hazırlayırdım özümü. Qəşəng Bağışlayın, çox üzr istəyirəm. qəşəng söhbət gedirdi orada. Nə tərsə açıldı, açılıb bilmirəm nə tər açılıb olub. Allah razı olsun. Sağ ol, Allah köməyiniz olsun. Qulaq asıram bu arada. Yo Allah yo köməyiniz olsun. əla. Yo əksinə bir balaca elə bir ki Hı, sevinç hissi gəldi mənə ki hı. belə qəşəng orada nəsə söhbətləri gedir. Mən də hazırlayırdım özümü ki söhbətə girişim. Gördüm ki o nəsə bu deyəsən iştirakçılardan Üzr biri istəyirəm, o təsadüfən evdə uşaqlardan da olar nəsə. əla problem deyil. Qaçıbsızlar. Çox gözəl. Çox gözəl. Bağışlayın. Laf əla, eyb yox. Yo bu Qulaq problem deyil. asırıq, biz dinləyirik. Laf Allah əla. razı olsun. Var Sağ ol, olun. var ol, var ol. Sağ olun, sağ olun. Buyurun. Aha, Sağ olun. deməli baxın məsələ budur ya. Elə yeri gəlmiş ki, deyəsən o səs də açılanda oradakı cümlələr məzmun etibarı ilə səhvi idi, elə bilirəm. Forması düz olsa da gəlsin məşqid, o da Allah tərəfi bəlkə bizə eşitdirdi o cümlələr. O cümlələr məzmun etibarı ilə səhv idi, forması düz olsa da. Ona görə baxın bugünkü məntiqimizin bizə öyrətdiyi məsələdir də ki, yanaşanda cümlələr bizim qulağımıza dəyən kimi tezdən baxmalısan ki, bunun forması və məzmunu. Forması düzdür. Çox vaxtı aldadanlar. Yəni digər manipulyasiya edənlər, manipulistlərin əsas metodları biz nədən ibarətdir? Formanı düz verirlər, məzmunu səhv verirlər. Bunu diqqətli olun. Forma yəni qəşəng A, B-dir, B, C-dir, A, C-dir. Sən də məətəl qalırsan ki, nə qəşəng danışır. Amma içindəki məzmun tamamilə səhvdir. İnsan azad olmalıdır. Azadlıq hər şeydən qırılmaqdır. Deməli, insan hər şeydən qırılmalıdır. Necədir? Bir dənə cümlə ilə mən sizə çox gözəl bir məsələ dedim. Bu səhvdir, yoxsa düzdür? İnsan azad olmalıdır. Azadlıq hər şeydən qırılmaqdır. Deməli, insan hər şeydən qırılmalıdır. Tamamilə forma düpbədüzdür ya. Forma tam düzdür. A, B'dir. İnsan azad olmalıdır. Amma səhv nəyə görə səhv? Çünki məzmun səhvdir. Çünki azadlığı düz tərcümə eləmir. Azadlıq hər şeydən qırılmaqdır. Xeyr. Xeyr, azadlıq bu deyil. Azadlıq bu deyil. Azadlıq hər şeydən qırılmaqdır. Xeyr, azadlıq bu deyil. O məzmun səhvdir. İstəyirəm yəni ki, sizinlə belə o danışdıqlarımız ancaq abstrakt olmasın da, belə keçək həyati məsələlərə. Mən kişi cinsindənəm. Kişi cinsi səhv eləməz. Deməli, mən səhv eləmərəm. Bu nə? Bu nə iddiadır axı? Mən indi kişi cinsindən özümə aid. Bəli, qəşəng cümlə idi. Bu nə cümlədir yəni? Və yaxud mən qadın cinsindənəm. Qadın cinsi emosional olur. Emosional insanlara toxunmazlar. Mənə heç vaxt toxunmazlar. Bu nə cümlədir? Həm qadınlar tərəfindən, həm kişilər tərəfindən danışdım. Lan yanlışdır dostlar, yanlış. Nəyə görə? Çünki bunların məzmunu səhvdir. Məzmunlara diqqətli olmalıyıq. Ona görə baxmalıyıq ki, ümumiyyətlə hər hansısa bir şeyi, Sokratın bizimlə olan müharibəsi, Farabinin bizə olan tövsiyəsi nədən ibarət? Tövsiyəsi budur ki, hər hansısa bir məsələ haqqında söhbət edirsə və düzgün tərcümə eləyin sözü. Düzgün deyin ki, bu nədir? Azadlıq məqsədin nədir? Nədir azadlıqdan məqsədin nədir? Ədalətdən məqsədin nə? Əxlaqdan məqsədin nədir? Əxlaqdan məqsədin. Deyir, sən əxlaqsızsan. Nəyə görə? Çünki mənim istədiyim kimi eləmirsən. Bəyəm ki, mən sənin istədiyin kimi eləməliyim, əxlaqlı olun. Əxlaq kiminsə istədiyinə tabi olmaqdır. Bu nə cümlədir belə? Məzmun. Ona görə bir çox hallarda diqqətli olun. Məzmunlar səhvdir. Məzmunları düzəltmək lazım. Və məzmunları düzəltmək üçün mütləq fikir tənzimlənməlidir. Fikir tənzimlənmək üçün mütləq
fikrin sahibi tənzimlənməlidir. Fikrin sahibinin tənzimi o fikrin, necə deyərlər, dayanacaq nöqtəsini tapmaqdır. Fikrin dayanacaq nöqtəsini tapmaq həmən odur ki, biz deyirik, birinci yaranış hardan gəlir və bu birinci yaranışa yaxın olan insanlar. Bunlar çox dəqiq məsələlərdir. Bunlar çox zərif məsələlərdir. O çox zərif məsələlərdir ki, biz məsələn deyəndə ki, məsələn, Peyğəmbərin gözünə, qaşına aşiq deyilik ki, Peyğəmbərin, çünki həqiqətə ən yaxın olan şəxs kimi görürük Peyğəmbər. Həqiqətin özü görürük Peyğəmbər. Misal çəkirəm, indi mən Peyğəmbər, yəni şəxsiyyətdən misal çəkirəm. Və yaxud Əhl-i Beyt imamlar və s. və ilaxır. Neysə, sizi çox yormayayım. Kifayət eləyər elə bilirəm. Gələn dəfə mən elə bilirəm ki, daha biraz ciddi məsələyə işarə eləmək istəyirəm. Çünki bu bilgi bizi, bilginin içində biz nələrlə bilirik, hissimizlə bilirik, xəyal və yaxud hafizə, ağıl, bu bilgilər bizə bilgiləri verə biləcək cihazlardır, reseptorlardır, belə necə deyərlər. Allah razı olsun. Bu bizə bilgiləri verən reseptorlar. Bu bilgiləri verən reseptorlar nədən ibarətdir? Və bu reseptorlar bizi necə tənzimləyir? Bunun uzun uzadı yox, qısa keçib sonra mən nəfs, ruh ümumiyyətlə. Çünki bu bizi ruha tərəf aparır. Ruh nədən ibarət? Ona görə inşallah gələn dəfə danışarıq, söhbətləşək. Təşəkkür edirəm. Çox sağ olun.